7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərinin Avropa Birliyi və Rusiya arasında geosiyasi rəqabət meydanına çevrilməsi bölgəmiz üçün yeni risklər yaradır. Təəssüflər olsun ki, aparılan təbliğat kampaniyasının hədəflərindən biri Azərbaycana qarşı Qarabağ hərəkatı, separatçılıq şüarları, 44 günlük müharibənin nəticələri, itirilmiş torpaqlar narrativi və sülh müqaviləsinin şərtlərinin istismarı təşkil edir. Bəli, İrəvanda üçbaşlı müharibə partiyasına ən azı 3 dövlət dəstək verir. Əlbəttə, Ağrı dağı simvola çevirən və bayraq yandıranların seçkilərdə şansları yoxdur. Lakin Avropa və qonşu ölkələrin siyasi rəhbərliyində Zəngəzur açılarsa, Gülüstan və Türkmençay müqaviləsinin üzərindən xətt çəkilir və Azərbaycan bütövləşir demələri səbəbsiz deyil. Əsrlər boyu Türk və Azərbaycanlıq xofunu ermənilərin şuur altına yeridən və ərazisində ordu saxlayanlar, indi Azərbaycanlı və erməni liderlərinin vasitəçisiz danışıqlarını, əməkdaşlığını və Qarabağ məsələsinin gündəlikdən çıxmasını görüb ənənəvi qorxu siyasətini sata bilmədiklərindən qəzəblənirlər. Qarabağ Azərbaycanın tərkibində kim birinci tanıyıb mübahisəsi düz 4 ildir ki gedir. Halbuki, qələbəmizin legitimliyinin beynəlxalq səviyyədə qəbulu xarici dövlətlərin xalqımıza lütfü deyil, apardığımız müharibənin hüquqi və ədalətli nəticəsidir. Paşinyan qarşıdakı seçkilərdə uğur qazanmasa belə, onun alternativlərindən heç biri zəfərimizə və sülh müqaviləsinə zərbə vura bilməzlər. Əksinə, yaxın 20 ildə Ermənistanın Azərbaycana bərabər hərbi gücü yarana bilməyəcəyi üçün müharibə partiyasının seçkilərdə qələbəsi erməni hakimiyyət təmsilçilərinin dediyi kimi İrəvan üçün problemlər yaradacaq. Sülhün əleyhinə olanlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar. Qarabağ məsələsini gündəliyə qaytaranlar erməni xalqını köləlikdə saxlamaq istəyənlərdir. Soyqırımı dövlət siyasətindən çıxaran, böyük yox, real Ermənistanda yaşamaq istəyənlər ölkələrinin karta, geosiyasi alətə və silaha çevrilməsinin tarixi nəticələrini ağır şəkildə ödəyiblər. İlham Əliyevin Qarabağ zəfəri onu imperiya maraqları üçün istismar edən dövlətlərin Azərbaycan və Ermənistan üzərində qurduqları çox əsrlik əsarətə də son qoyub. Deməli, biz təkcə torpaqlarımızı yox, siyasi azadlığımızı da qazanmışıq. Qarabağ Azərbaycanın milli azadlığının tam və bütövləşmiş simvoludur. İndi ölkəmizin ərazisindən Ermənistana neft məhsulları daşınır, xarici yükdaşımaların tranziti bərpa olunur. İqtisadi əlaqələrin başlanması sülh tərəfdarlarının mövqeyini gücləndirir və Qarabağ üzərində xarici təzyiqlərə də son qoyur. Ona görə də Bakıdan çox İrəvanın düşmənlərinin namizədləri 90-cı illərdəki babaların aqibətindən dərs çıxarsınlar. Düşmənçiliyin ideologu Zori Balayana 91 illik ömür mükafatdan çox cəza kimi verildi. O, Azərbaycanın qələbəsini və öz ideologiyasının iflasını gördü. Erməni xalqının soyuq biganəliyi şəraitində dünyadan keçdi. İndi Cənubi Qafqazda yalnız bir qüvvə, İlham Əliyevin Sülh Partiyası bütün xalqların rifahına, təhlükəsizliyinə zəmanət verdiyi üçün regionun gələcəyini Azərbaycan müəyyən eləyəcək.